Salam, hörmətli izləyicilər, axşamınız xeyir olsun. Yenə sizinlə paltarlarla bağlı bəzi şeyləri bölməyə gəldim. Ona görə də heç vaxt itirmədən bunlar haqqında məlumat veririk. Keçən dəfə Beko, Samsung və LG paltarları haqqında məlumat vermişdim. Bu günlər isə Beko, Indesit, Hotpoint, Ariston və Arçelik birdəki boş və simins haqqında məlumat verəcəm. Qısa məlumat verəcəm. Ona görə də tələşməyə dəyməz. Yəni, boş və simins haqqında məlumat verərkən onların xəta kodları dediyim kimi FE ilə verilirdi. FE deməkdir ki, fərqli olduğuna görə fərqli orada kodlar da var. Ona görə də çalışıram ki, bunları sizinlə düzgün bölüşüm. F1, F16 boş və siminsdə belə kodlar var. Qapı bağlanmayıb, yenidən açıb bağlamaq lazımdır. F2, F17 su gəlmir. LG-də də dedim, Beko'da dedim ki, bunlar nədir? Su gəlmirsə, demək ki, orada su xəttini yoxlamaq lazımdır, su kranını yoxlamaq lazımdır. Sonra su giriş klapını var orada, onu yoxlamaq lazımdır. Yəni, bu halları yoxlamaq lazımdır. F3 və FN18 su boşalmır. Yəni, su niyə boşalmır? Yenə əvvəlki videolarda dediyim, söhbət eləmişdik orada. Filtr və boşalma nasosu, filtr, boşalma nasosunun üstündə filtr, onu oradan təmizləmək lazımdır. Ya da ki, drenaj şalangında baxmaq lazımdır ki, onda əyilmə, bükülmə var, yoxdur. Belə halları diqqətlə nəzərdən keçirmək lazımdır. F4, F19 bəzi paltarlar olduğu kimi fərqli kodlardır, ancaq mənaları eynidir. TEN, yəni qızdırıcının sıradan çıxması, qızdırıcının suyu qızdırmamasıdır. Burada da aydın məsələdir ki, qızdırıcı ya sıradan çıxıb, ya da ki, ona tok getmir. Yəni, xətti yoxlamaq lazımdır. Yəni, hər tərəfli onu araşdırıb, axtarmaq lazımdır. Əgər dediyim bu kodlar sizin ekranınızda, paltar yuvanın ekranında görükürsə, mənası budur. F21, motor işləmir. Niyə motor işləmir? Yəni, mühərrik niyə işləmir? Ola bilər, motorun özündə nasazlıq ola bilər, ola bilər, onun kömürlərində problem ola bilər və ən nəhayət bütün hissələri yoxlayandan sonra ola bilər ki, motor orada yanıb yapışıbsa, motor əllə də fırlayanda hiss edir ki, orada fırlanmır, artıq motor sıradan çıxıb. Bəzi hallarda elektronik kartında da, platada problem ola bilər. Bu kimi hallar mövcuddur və hər bir paltar regionunda özünü göstərir. F23 və E23 su sızması. Bu su sızması bəzi paltaryanlarda çox-çox rast gəlinir. Yəni, bir də görsün ki, paltaryanın altından su sızır, kənarlara sızır ki, artıq bu da göstərir ki, hər hansı bir şlanq orada ya çürüyüb, ya da ki, nəsə partlaması var da, deşilməsi var. Ona görə də altına su axıdır və bundan ötürü paltaryanı dərhal elektrikdən ayırmaq, su kranını bağlamaq və bu təmir işlərini aparmaq lazımdır. Əgər lazımsa, yenisindən yox. Əgər yerindən çıxıbsa, onu yerinə salıb, kifləşdiricini daha da yaxşı oturtmaq lazımdır. Yəni, gördüyünüz kimi, boş və simins paltarlarında da bu kodlar gördük. F1, F16, F2, F17, F3, 18, F4, 19, F21, F23, Y23. Yəni, bu xəta kodları ekranınızda görsərsə və oradakı bütün anlamları da sizə başa saldıq ki, nə deməkdir. Yəni, F23, Y23 su sızmasıdır. Maşının altına baxın, əgər su sızması olarsa, dərhal elektrikdən ayırın və o işi davam etdirin. Görün, hardan axıdır, niyə axıdır. Sonra bəzi paltaryanlar da var ki, onlarda sadəcə olaraq bir neçə kodla özünü göstərir. Məsələn, T temperatur sensoru ola bilər. O, su boşalmır, yəni su boşalmamasını göstərir. D, böyük D, qapı kilidini göstərir. Yəni, burada fərqli kodlar ola bilər. Məsələn, L bəzilərində motor göstərir. Bəzilərində tam başqa cür göstərir motoru. Məsələn, Beko'da E6 ilə göstərir motorun xətasını. Ancaq burada L motor 1E, məsələn, bəzi paltaryanlarda suyun az olmasını göstərir. FE çox su olmağını göstərir. Yəni, bu kodlar, yenə deyirəm, müxtəlif olsalar da hamısında məna eynidir. Yəni, birində motor L göstərirsə, birində motor E6 göstərirsə, bu demək deyir ki, bunlar elə müxtəlif kodlardır. Hamısı xəta verir. Xəta kodunun qabağında onun açıqlaması da verilir. Məsələn, tutaq ki, L motor göstərir, E6 da motor xətası göstərir. Hər iki halda
motor zədələnib, ya kömürləri, ya da ki özü yanıb, onu yenisilə əvəz eləmək lazımdır. Bir də ki, dediyim kimi Indesit, Hotpoint və Ariston kombiləri də var. Onlar da müxtəlif kodlarla verir. Ancaq burada yenə deyirəm ki, bu arçelikdir, B kodu, bunlar hamısı E1, E2, E3, E4, E5, 9-a kimi gedir, çıxır. Yəni burada fərqli bir şey yoxdur. Fərq ancaq yer dəyişmədədir. Yəni E1-də birində motordur, birində F verir. Məsələn, Indesit, Hotpoint, Ariston'dur. Bunlarda birində E1 verir, birində F01 verir. Yəni burada fərqli olur. Məsələn, birində mühərrikin idarəetmə platasında, idarəetmə traikində bir problem var, onu göstərir. E1 neticə sensorunu, yəni temperatur sensorunun problemi göstərilir. İndi Indesit, Hotpoint və Ariston'un xəta kodlarını sayaq. Yəni F1 dediyi kimi motor idarəetmə problemidir. F2 motor demək olar tamamilə bloklanıb. Bloklanma da artıq bilirik ki, nədəndir? Motorda xəta var. Motor sıradan çıxıb, motorun kömrü, hətta motorun sarğısı və plata probleminə kimi aparıb çıxara bilir. F5 su boşalmır, su kranını, giriş klapanını və su filtrini yoxlamaq lazımdır. Bu anlama gəlir. Sonra F8 gəlir. Bəzilərində TEND müxtəlif göstərirdi. Burada isə burada F8 ilə göstərilir. TEND, yəni TEND suyu qızdırmır, suyu qızdırmırsa TEND-də problem var, yəni ki yanıb, onu yenisi ilə əvəz eləmək lazımdır. Və ən nəhayət F9 elektronik platada problem olduğunu göstərir. O da ki, məsələn, yaddaş xətası ola bilər, nəsə bir problem ola bilər, hər hansı bir orada dioddur, tranzistordur, nə bilim, rezistordur, hər hansı bir cihazın orada hər hansı bir hissəsi yana bilər və ona görə də bunu təmir eləmək lazımdır. Bir çox hallarda rast gəldiyimiz çox vaxt belə bir sorğu olunur. Deyir ki, niyə görə təzə aldıb gətirib qoyduğumuz paltar yuanı, məsələn da servis yox, özləri gətirib qoyublar. Deyir ki, qoyandan sonra başlayır tak, gah yerindən qaçır, gah uçur, harasa gedir də, belə tutub güclə saxlayırıq. Bir şey yazıda saxlayan ki, daşınmalarda transportirovka deyirik də, yəni nəqliyyatla onu hər hansı bir ölkədən bir ölkəyə daşıyanda onun arxasında 4 dənə kipləşdirici bolt var. Onlar ondan ötürüdür ki, o baraban hissəni silkələnməyə qoymur. O plastik tərəfinə 4 dənə bolt bağlanır, o onu tərpənməz eləyir, qoymur ki, o yerindən paltar yuanın içərisində o tərpənsin. Əgər tərpənərsə, təsəvvür edin, hansı ölkədən gəlirsə, o hər bir dəfə yer dəyişmə eləyəndə, nəsə karla götürüb bir maşının üstünə qoyanda, orada problemlər əmələ gələ bilər. Ona görə də o kipləşdirici bolt orada olmalıdır. Və siz onu istismara başlamazdan əvvəl, yəni paltar yumağa başlamazdan əvvəl o 4 dənə boltu arxada görünür o. Onu oradan açmaq lazımdır. Uzun boltlardır, plastik, şayba kimlər də var. Onları oradan çıxarmaq lazımdır ki, sizin paltar yuanınız sərbəst işləsin. Keçən dəfə demişdim ki, paltar yuan yerindən qaçır. Yerindən qaçma söhbəti tək elə ondan düzəlmir. Yəni, bu 4 boltla düzəlsəydi böyük olardı. Burada, keçən dəfə demişdim, burada demək olar ki, amortizatorlar, purjinlər və qruz əsas rol oynayır. Bir də ki, onun altında 2 dənə qabaqda tənzimləyici boltlar var. Onunla onu tənzimləmək lazımdır ki, işə düşəndə hətta onu hiss eləyəcəksiniz. Görəcəksiniz ki, işə düşən kimi başlayır o elə ki, titrəməyə, belə titrəyir və titrəyən momentdə, anda siz əlinizdə açar olsun ki, onun özünün xüsusi açarları olur. Bəzən elə yerdə olur ki, onu ora salmaq ancaq xüsusi alətlərlə öz üstündə gəlir olar. Qapağın içərisində, yəni qutunun içərisində olur. Onu onunla açıb tənzimləmək lazımdır. Yəni, alt tərəfi nizamlayırsınız, onun bir tərəfində də əlinizlə digər açarla tutursunuz. Onun ikinci bir qaykasını, kontur qayka deyirik onu möhkəm sıxırsınız ki, o bir daha həmin vəziyyəti yaratmasın. Yəni, orada məsafəni düzəldəndən sonra elə işləyəşlə onu düzəltmək olur. Mən dəfələrlə elə düzəltmişəm. Yəni, sürətə qalxmadan, elə bir yüngül sürətə qalxan anda onu tənzimləmək olur. Ya da ki, əvvəlcədən onu tənzimləmək mümkündür. Bəzilərində əvvəlcədən tənzimlənir, sonra o yenidən elə ki, şatat, yəni titrəyir də, oynayır yerindən. Buna görə də ona diqqətlə fikir vermək lazımdır. İşləyəşlə də baxmaq lazımdır ki, hansı tərəfi oynayır və onu dərhal yerindəcə
tənzimləmək lazımdır. Və yaxud da aşağıda kipləşdirici ayaqlar olur. Tərpənməyən blok deyirlər ona. O da daha gözəl saxlayır. 4 ədəddir. Arxasına və qabağına onu yerləşdirmək olar. O da effektiv bir şeydir. Yəni burada qorxulu çətin bir şey yoxdur. Paltar yuan yenə keçən dəfə dediyim ten qızmırsa, ten sıradan çıxıb. Ola bilər ki, su dolmur. Burada yenə başa salıram. Su gəlmirsə, barabana su gəlmirsə, su kranı da giriş qılandır, filtrdir. Yəni bunların da yerini bilirsiniz. Su kranı hansıdır, giriş klapını nədir, filtr nədir, bunların da yerini bilirsiniz. Paltar yuan suyu boşaltmır. Belə bir hallar çox olur. Bu zaman pompa, suyu boşaldan orada nədir? Pompadır. Pompa qutarır, paltar yuyulub qutarandan sonra 2 dəfə, 3 dəfə durulama deyirik ona. 3 dəfə durulamada o pompa suyu oradan xaric edir. Və əgər bu pompa uzun müddət işləyirsə, onun içərisində əşyalar yığışır və orada o kirəslənir, kiplənir və o suyu boşalda bilmir. Ona görə də giriş su kranını, su pompasını, pompa filtrini təmizləmək və qarşıdakı maneəni oradan götürmək lazımdır. Sonra da deyir ki, su dolmur. Su dolmur artıq bildik nədir? Motorun da xətası, yenə deyirəm, motorun xətası nə ola bilər? Motor işləməsə, paltar yuan işləməyəcək, yəni baraban fırlanmayacaq. Baraban fırlanmırsa, demək ki, motorda problem var. Ya qayışı qırılıb, qayış deyəndə remeni qırılıb, ya kömürlərində problem var və yaxud da ki, motorun sarğısında problem var. Yəni, həddindən artıq qızdığına görə, qızma da nədən ola bilər? Həddindən artıq yük onun qızmasına səbəb olur. Təsəvvür edin ki, o 5 kiloluq yükün əvəzinə 15 kilo yük fırlayanda əlbəttə ki, gücə düşüb, naqruskaya düşüb, o yanacaq və sıradan çıxacaq. Bu hallar da mövcuddur. Buna görə də motorun işləməsinə keçən dəfə dediyim kimi diqqətlə yerin. 9 kilodursa yarısın, 10 kilodursa yarısın. Bax, bu kimi hallara diqqət verin. Çox paltar doldurmayın. Çox paltar doldurmaq paltar yuanınızın çox tez sıradan çıxmasına səbəb olur. Sonra orada prosestat var. Prosestat nə üçün idi? Prosestat ondan ötürüdür ki, suyun səviyyəsini sabit saxlasın. Suyun səviyyəsini nə aşağı, nə yuxarı qalxmağa qoysun. Bu, suyun səviyyəsini yoxlayan sensordur. Suyun səviyyəsini yoxlayan sensor, yenə deyirəm, xırda bir dispağa oxşayan bir şeydir. Paltar yuanın sol tərəfində, yəni ola bilər ki, digər tərəfində, yəni firmaya görə, markaya görə, sxeminə görə o müxtəlif ola bilər. Bir də ki, deyirlər ki, maşınımız dayanmadan su qəbul edir. Yəni, bu su qəbul edirsə, bu axıb harasa getməlidir. Bundan ötürü nə etmək lazımdır? Su səviyyə sensoruna baxmaq lazımdır, yəni prosestata baxmaq lazımdır. Bir də giriş klapana baxmaq lazımdır ki, görək bunda nə var ki, belə bu su dayanmadan qəbul olunur barabana. Yəni, bu da böyük problemdir. Əgər dayanmadan su qəbul olunursa, buradan elə ki, axıb barabana tökülür, oradan da gedib drenaj kanalından çıxmalıdır, aydın məsələdir. Əgər səviyyə problemi düzəldirsə, oradan su həmin səviyyədən aşağı aşıb çıxıb gedəcək drenaj kanalına. Yəni, bu kimi hallara fikir verin, paltar yuanınızla ehtiyatlı olun. Paltar yuanınızda əgər hər hansı bir nasazlıq yaranarsa, dərhal onu tokdan ayırın, suyu bağlayın və öz işinizi görün. Yox, əgər görə bilmirsinizsə, hər hansı bir ustaya müraciət edən paltar yuan, elə də bir çətin problem yoxdur orada. Orada çətin ancaq o barabanı söküb çıxartmaq, onun paçenliklərini dəyişmək, diyəcəklərini dəyişməkdir. Onu da ki, yəni bacara bilsəz bacarın, bacara bilməsəz də onu mütəxəssislərə, yəni ustalara müraciət edin, onlar eləyə bilərlər. Yəni onun biri qayka boltla bağlanan 2 hissələrdən ibarət olan bir barabanın içərisi çölü plastikdən ibarətdir. Onu açıb bağlamaq qayka boltla rahatdır. Ancaq bir də var ki, bütöv olanda onu ustalar ehtiyatla kəsir, laqonda ilə, ehtiyatla və onu çox bir gözəl şəkildə təkrar olaraq yerinə qaytarıb qoyub, germetik prokladka ilə möhkəmləndirmək və yaxud da hər hansı bir qızdırıcı belə payka deyirik, onunla da onu yerinə yetirmək olur. Ona görə yenə məsləhət görürəm sizə ki, paltar yuanınızla diqqətli olasınız, onu qoruyasınız və onun su sızmasına, telinin işləməməsinə, su doldurmasına, dayanmadan telin ardıcıl işləməsinə də fikir verin ki, bu onların tez sıradan çıxmasına səbəb olmasın. Orada temperatur sensorudur, sonra qapı kilididir və əsas qapı kilididir ki, qapı kilidinə də fikir verin. Qapı kilidi, yenə deyirəm, ola bilər qapını örtürsünüz, qapı örtülmüşsə, demək qapı kilidinin özü dəyişilməlidir.
Yox, əgər qapı kilidi yenə kod verirsə, yəni deyir ki, mənə açmaq lazımdır, artıq bu zaman o platadan da ola bilər. Yəni bu kimi hallar baş verir. Ona görə də onu diqqətlə açın, bağlayın. Bir dəfə yenə bağlanmışsa, artıq bu kilit və plata problemi kimi nəzərdə tutulur. Və yaxud da ki, qapının arasında hər hansı bir paltar ya da ki, nəsə ilişib qalıb ki, o belə bağlanmır. Yəni diqqətli olun, heç bir problem gözdən qaçmır və dediyim bu ardıcıllıqla, bu kodlarla siz onu tez zamanda aradan qaldıra bilərsiniz. Sağ olun, çox sağ olun, görüşənədək.